Biləsuvarda pambıq sahələrində çalışan bir qrup işçi aylardır çəkdikləri zəhmətin haqqını ala bilmirlər. Space xəbərə üst tutan Biləsuvardan saatlıya pambıq yığmağa gedən rayon sakinləri əmək haqlarını tələb edirlər. Yay aylarında Saatlıdakı pambıq sahələrində işləyən Biləsuvar rayonunun Günəşli kənd sakinləri bir neçə aydır ki, əmək haqlarını ala bilmirlər. Kənd sakinləri deyir ki, yayın istisində hər gün Biləsuvardan Saatlıya gedərək pambıq sahələrinə günəmuz çalışıblar. Lakin pambıqçılıqla məşğul olan sahibkar onların əmək haqqını vermək əvəzinə min bir bəhanə gətirir. 60 yaşım var, uşağım xəstədir, işe gedirəm ki, imkanım yoxdur, gedirəm də. Mən yaşda hamarda işləyən deyirəm, işləmişəm, pulumu verir. Yaşlı adamlardır, imkanı olmayandır, gəlinlərdir, qadınlar da aparmış işləyirdi. Gündəlik 16 manata, 18 manata, elə vaxtda artıq işləyirdik, bir saat qızlar dedi, bir saat artıq işləyək, 18 manat, 2 manat artıqına işləyək. Mənim qızım gedib, özü qızım yolda sürülüb, gəl mənim yanımda qalır. Özü də xəstədir, özündə bilə əldən düşmüşəm. O da çölə gedik. Neçə vaxtı gedib bir köpük verməyiblər. Bir iğniyə verəm, dərmana verəm, bir şeyhə verəm, verməyiblər. Qalmışam belə. Mən işləmişəm, 2 dənə qız uşağım var da, yoldaşım ağır xəstədir. Yəni bunlar hamısı bilir. Tələbə qızım var 2 dənə. Yəni məcburiyyətlikdən gedib işləmişəm. Biz ona artıq bir kəlmə söz demirik, pulumuzu istəyirik. Məsələn, gedib 2 gün işləmişik, daha bir gün pul verib, 2 gün işləmişik, 3-cü gün gəlməyib sahə. Məcbur pula görə biz getmişik, mən də yanacaq yandırmışam. Sözügedən məsələ ilə bağlı Saatlıdakı sahibkar Fuad Rəhmanovla telefon əlaqəsi saxladıq. Sahibkar qeyd etdi ki, pambığın satışı tam bitəndən sonra bütün işçilərin əmək haqqı veriləcək. Problem yoxdur, müəllim, 2-ci gün veriləcək, özüm də sizə şəxsən zəng eləyəcəm. Qeyd edək ki, bu il digər rayonlarda olduğu kimi Saatlıda da pambıq yığımında bol məhsul əldə edilib. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Space xəbər Biləsuvar.